Salam qızlar, necəsiz? Kanalıma və videoma xoş gəldiniz. Bu videonu Rinatın doğuşundan öncə çəkmişdim qızlar. TikTokda falan paylaşmışam, amma burada paylaşmamışdım. Mən də dedim sizlərlə paylaşım. Məncə çoxlarımıza fikir olar. Demək, dana ürəyi bilirsiniz ki, adətən mən onu bişirən zaman, hər zaman kartoşka ilə, soğanla bişirirdim. Demək, yoldaşım alıb gətirmişdi. Mən də fikirləşdim, nə etmək olar. Mamama dedim ki, mama, dolma bişirsəm, yarpaq dolması necə olar? Mama da dedi, qəşəng. Ancaq qızlar, sözün düzü, həqiqətən də dadlı olacağına biraz şübhə edirdim. Normal, bildiyimiz standart yarpaq dolması bişirdim qızlar. İlk öncə ürəyi qəşəng doğradım, tərtəmiz içini falan, qanını, hər bir şeyini yudum. Sonra ət çəkən maşından keçirtdim. Daha sonra içərisinə düyü, kişniş, soğan, duz, istiot əlavə edib normal, yəni yarpaq dolması bükdüm, qəşəng qazana yığdım və bişirdim. Düzdür, son halını burada çəkməmişəm, qoymamışam. Ancaq həqiqətən də çox gözəl, çox dadlı, gözləmədiyimdən də dadlı çıxdı. Biraz tərəddüd edirdim, sözün düzü. Bu da sizə bir fikir olsun qızlar. Əgər standart, yəni bu dana ürəyini standart bir şəkildə bişirməkdən yorulmusunuzsa, belə kotletin dolmasını və eyni zamanda da düşünürəm ki, kotletini edə bilərsiniz. Necəsiz, neyinirsiniz? İnşallah belə qısa videolar paylaşmaq istəyirəm qızlar. Çünki hələ ki yeni uzun vloqlar paylaşa bilmədiyim üçün, çəkə bilmədiyim üçün daha doğrusu, hələlik belə paylaşımlar edəcəm ki, qızlar mənim səsimdən məhrum qalmasın. Əgər videonu bəyənsəz, like edin qızlar. Əgər video kimin qarşısına ilk dəfə çıxıbsa, kanalıma abunə olun. Çünki sizi gələcəkdə çox gözəl videolar, daha doğrusu yeni uzun vloqlar gözləyir. O günləri mən də səbirsizliklə gözləyirəm. Hələlik uşaqlar böyüsün. Öpürəm sizi. Yaxşı ki varsınız. Gedin bu dolmanı hazırlayın. İnanın ki, ətdən heç bir fərqi yoxdur və çox da dadlı olur. Görüşərik hələlik.